Bugün günümüze rəfiqəmlə birlikdə mürəbbə bişirərək başladıq. Bəzi yerlərin qaysı, bəzi yerlərin isə ərik deyildiyi bu meyvəni bişirdik. Bəs siz nə deyirsiniz? Yorumda qeyd edərsiniz. Hansı ki ilk öncə mürəbbə üçün meyvələri ağacdan topladıq. Əsas iş prosesimizə başlayırıq. Hansı ki ən çətin, yorucu olan hissəsi deyərəm ki budur. Meyvələrin bir-bir qabığını soyub tumlarını çıxardırıq. Meyvələrin bişdikdən sonra dağılmaması üçün onları sodalı suda 15-20 dəqiqə gözlədirik. Və təbii ki, gözlətdikdən sonra təmiz su ilə onları bir neçə dəfə durulayırıq. Təmiz suyun altında axar suda qoyub tam olaraq təmizlənməsini gözləyirik. Onlar təmizlənənə qədər isə biz rəfiqəmlə birlikdə başladıq bir neçə dənə qaysı yeməyə. Daha sonra isə tumun içərisindən badamları çıxartdıq və həm mürəbbə üçün, həm də yemək üçün ayırdıq. Artıq meyvələri qaynatmağa başlayırıq. Bunu bir dəfə qaynadıb mətə qoyuruq. Mətə qoyduqdan sonra ikinci dəfə qaynadırıq. Bunun tam soymasını gözlədikdən sonra üçüncü dəfə qaynadaraq tam olaraq bişiririk. Bişirdiyimiz mürəbbələri soymamış bankalara yığıb qaranlıq, quru yerdə saxlayırıq. Və beləliklə vloqumuz sona yetir. Göz haqqınızı halal edin. Sizə xoş olsun, bizə də nuş olsun.